kirpiyi qan xoruz, gözləri mərcan xoruz. Bu misraları eşitdikdə hər kəs öz qayğısız illərinə sehirli bir səyahət edir. Uşaq ədəbiyyatı elə sirli bir xəzinədir ki, onu zənginləşdirən ədəbi nümunələr bu gün də nəinki uşaqlar, həmçinin böyüklər tərəfindən də sevilir. Uşaq ədəbiyyatı yalnız maraq dairəsi deyil, eyni zamanda onların həyat dərsləri aldığı, xəyallarını və düşüncələrini inkişaf etdirdiyi dərin bir dünyadır. Bu ədəbiyyatın cazibəsi isə yaratdığı unikal obrazlarda gizlidir. Uşaqlarla söhbət edirəm, görürəm ki, nə qədər ədəbiyyata maraq var. Nə qədər uşaqlar deməli oxumaq istəyirlər. Albert Einstein'in bir sözü var. Deyir ki, kəşf eləyən intellekt deyil, intuisiyadır. İntuisiyanı yaradan ədəbiyyatdır. Deməli, intuisiya kəşf eləyir, intellekt isə onun kəşf elədiyini elmin dilinə çevirir. Yəni ədəbiyyatın bu qədər böyük əhəmiyyəti var. O nə qədər insanda o şüuru inkişaf elətdirir, düşüncəni inkişaf elətdirir, xəyalları inkişaf elətdirir. Hər bir qəhrəman öz macərası, cəsarəti və xarakteri ilə gələcək nəslə dostluq, sevgi, dürüstlük və mərhəmət kimi dəyərləri aşılayır. Bu xüsusiyyətlər isə uşaq yazıçılarının qələmində gizlənir. Biz uşaq yazıçıları əsərlərimizi daha çox valideynlər üçün yazırıq. Çünki valideyn gərək birinci növbədə oxusun, müəllim birinci növbədə oxusun və uşağa başa salsın. Uşaq çünki yazılar müxtəlif olur, yazıçıların demək üslubları da müxtəlif olur. Ola bilsin ki, birinci, ikinci cümləni oxuyandan sonra uşaq heç oxumasın onu. Amma valideyn onu başa salmalıdır ki, yox, biraz da oxu. İndi sən bu saat əsl hadisələrə başlayacaq. Övladlarımızın oxuduqları əsərlər onların inkişafına, sağlam mövqeyə malik vətəndaş kimi formalaşmalarına da güclü təsir göstərir. Çünki ədəbiyyat mühüm bədii, estetik və tərbiyəvi təsir vasitələrindəndir. Onların sirli dünyası bu gün də uşaq kitabxanalarında qorunub saxlanılır. Müasir dövrdə elektron resurslara daha çox üstünlük verilir və gələcəkdə də rəqəmsal platformalar, uşaq ədəbiyyatına dair elektron kitablar, animasiyalı resursların sayı artırılacaq və mən düşünürəm ki, süni intellektin tətbiqi ilə həm də inklüziv təhsil sisteminin də inkişafında bu böyük rol oynayacaq. Xüsusilə də sağlamlıq imkanları məhdud olan uşaqların bu prosesə cəlb olunması uşaqların bərabər çərçivəsində maariflənməsinə təkan verəcək. Bugün də uşaq ədəbiyyatı geniş şəkildə inkişaf edir. Unutmayaq ki, cəmiyyətdə gələcək nəslin hər bir üzvünün mənəvi, əxlaqi və insani dəyərlərlə yetişməsi üçün uşaq ədəbiyyatı nümunələrinin rolu əvəzsizdir. Fidan Eldarova, Əli Abbasov, Natəvan Abbaslı, Səhər Çağı.